Müəllim tək. Əziz və hörmətli logistika və nəqliyyat texnologiyaları müəssisəsinin tələbələri, bütün qrupa səslənirik. 255 A1 və A2-dən qrupun hamısı. Deməli, ürək nətər deyir, ürəyi burada olub, özü burada olmayanlara səslənirik. Fizika laboratoriya dərsindəyik. Dekabrın 12-si səhər saat 9:00, değil mi Elton? Bəli. 9:00-da. Bugün də Heydər Əliyevin anım günüdür. Ümumilik deyirik, hörmətlə və minnətlə yad edirik. Ruhu şad olsun ki, bizə belə gözəl Azərbaycan bəxş edib, biz də burada universitetimizdə elm öyrənirik. Bugünkü işimiz laboratoriyada OHM qanunudur. OHM qanunun yoxlanması, sonra naqillər, metallarda temperatur artanda onların xüsusi müqavimətinin artması, yəni xüsusi müqavimət temperaturdan asılılığını yoxlamadır. Hal-hazırda kompüterimizdə işi qurmuşuq, dövrəni də qurmuşuq, deyəm, dövrəni qurmuşuq və neynəyəcək buradan? Start düyməsinə basacaq və start dövrəsindən basdıqda, əgər lampamız yanarsa, onda dövrəni düzgün qurmuşuq və lampanın yanıb sönməsi müşahidə olunmalıdır və ekranda nədir? Xüsusi müqavimətin temperaturdan asılılığı qrafiki müşahidə olunmalıdır. İndi start veririk. Start verdiğimiz təqdirdə yandı mı? Lampa yanıb keçdi, düzdür? Deməli, start verən kimi burada lampamız yanıb sönəcək. Lampa yanıb sönəcək və neynəyəcək? Dövrədə, bax, qrafik asılılıq alacaq. Həmin qrafik, deməli, xüsusi müqavimətin temperaturdan nədir? Asıllığıdır. Və qrafikimizi çəkirik də, bu şəkildə çəkdik. Sonra buradan grafikin, deməli, alətdən istifadə edirik burada. Deməli, müqavimət, daha doğrusu cərəyan şiddəti və gərginin qiymətlərini götürürük. Məsələn, hal-hazırda grafikin yuxarı hissəsində cərəyan şiddəti 0,260 deməli, amper, gərginlik isə 1,993 nədir? Voltdur. Və bir neçə qiymətlər götürəcək buradan və deməli, yoxlayacaq görək lampanın telinin deməli, xüsusi müqavimətinin temperaturdan asılılığı necə dəyişir? Start vurduq, yenidən qrafik yandı, lampamız yanıb sönür, burada görürsünüz və orada qrafikimiz işləyir, qrafik çəkilir və bu şəkildə inşallah bunu qiymətləri də yoxlayacaq. Təşəkkür edirəm, çox sağ olun diqqətinizə görə. Bütün bu video gəlir 255 A1 və A2 qrupunun gözəl nümayəndələrinə, gözəl tələbələrə. Sağ olun.